Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Yox deyə bilməyən insanlar. Hər hansı bir səbəbə görə olsun. Cəzalanma qorxusu, tərk edilmə qorxusu və yaxud da günahlandırılma, utandırılma qorxusu, ələ salınma qorxusu, qəbul olunmama qorxusu, sevilməmə qorxusu. Bütün bunların hamısı əslində manipulyasiya növüdür, kontrol növüdür. Yəni, yox deyə bilməyən insanlar öz istəklərini, arzularını, ehtiyaclarını başqalarına görə təxirə salan insanlar da əslində illüzor bir kontrol əldə eləmək istəyirlər. Sanki birinə yox deməsələr, heç bir zaman tərk olunmayacaqlar, hər zaman qəbul olunacaqlar, hər zaman seviləcəklər. Sanki birinə yox deməsələr, hər zaman onlarla xoş rəftar olunacaq. Sanki birinə yox deməsələr, onlar hər zaman diqqət mərkəzində olacaqlar. Sanki birinə yox deməsələr, onlar heç bir zaman cəzalandırılmayacaqlar. Yəni, yox deməyərək insan başqaları onu tərk etməsin, sevsin, qəbul etsin deyə bir növ illüzor bir kontrol əldə edir. Və bu da bir manipulyasiya növüdür. Diqqətinizə görə minnətdaram. Sağ olun.